Və Muhammed sallallahu aleyhi ve sellem bir gün keçəndə görür ki, 2 dənə sahabi söhbətləyir. Biri o birisini danlayır. Danlayır, deyir ki, sən həddindən artıq həyalısan. Allah Resulü görür bu mənzərəni, yaxınlaşır. Deyir ki, bırax onu. Qardaşınla şun olmasın, həya imandandır. Kimə əgər həya verilibsə, Allah Teala ona gözəl bir libas verib. Və rəvayətlərdə gəlir ki, necə İbn Abbas radiyallahu anh deyir ki, əgər kimin həyası gedərsə, iman da ondan tədrizən gedər, Allah qorusun. Və əgər qadında, evli həyatında, həmçinin kişidə, bu ikisində də, ər və arvadda bu xislət cəm olarsa, qardaşlar, gör o ailədə necə hüzur olar, necə bərəkət olar. Qadın öz yerini biləcək, kişi öz yerini biləcək. Qadın nə lazımdır, danışmamışdan öncə fikirləşəcək. Və sələflərdən gəlir ki, bəziləri deyir ki, biz bəzi günahlar var ki, onu həyamızdan dolayı tərk elədik. Həyamızdan dolayı. Baxmayaraq ki, nəfs istəyirdi. Amma həyamızdan dolayı o günahı tərk elədik və 40 il sonra onun əsərin gördük, onun bərəkətin gördük. Allah Teala deyir, bizi ixlaslı elədi, bizi təqvalı elədi.